Evdə atan qırğın düşəndə deyir, valla mən bunu demişdim də ona. Özü qəşəng deyir, valla mən elə bir şirin deyir adama. Bildim, sən valla bunu demirsən, amma onu elə demirsən ona ki. O sözün o tonu, o sənin emosiyaların, sənin hansı məqamda o sözü ona demirsən, hansı vəziyyətdə o sözü ona demirsən, 50 dəfə demirsən, indi 51-ci dəfə demirsən, o artıq bezib, o bir dənədən bezməyib, o 51 dənədən bezib. Deyir, valla bir dənə kəlmə dedim ki, bunu niyə bura qoymusan? Sən bunu bura qoymusan, axı başqa cür demirsən. Sən axı çox xırdaçıl adamsan. Hər şeydən səhv tutan adamsan, sən bezdirmirsən axı onu. Sən cəmaatın içində demirsən axı, sən onu sındırmısan axı şəxsiyyətin. Sən onu dəyərsiz eləyib axırda bu sözü demirsən axı onu. Gördün nə qədər məna? Fikir versən, gəldi sözü çatdırdı sənə, amma məna nədir? Təhrif elədi. Ona görə daha çalışın fikir bildirmək istəyəndə, qəzavət eləmək istəyəndə, oturun o tərəfdə dinləyin. Görün doğrudan elədir yoxsa yox, tez qərar verməyin.